Salam uşaqlar. Bugün müxtəlif məxrəcli kəsirlərin müqayisəsinə baxırıq. 6-cı sinif həcmindədir. Bir neçə üsul var. Onlardan üçünü izah edəcəm. Ən optimal üsullardır, belə deyək. Deməli, məxrəcləri müxtəlif olan kəsirləri müqayisə etmək üçün onları ortaq məxrəcə gətirib, daha sonra məxrəcləri eyni olan kəsirlər kimi müqayisə etmək lazımdır. Onları əvvəlcədən qeyd etmişəm ki, videonun müddəti qısa olsun. Nə deməkdir? Gəlin baxaq. Baxın, 2 dənə kəsir var burada. Hər ikisində məxrəci fərqlidir. Biri məxrəci 14, digəri məxrəci 21. Biz bunu 5-ci sinifdə məxrəcləri eyni bir ədədə tamamlamaqla öyrənmişdik. 6-cı sinifdə isə əbab əköb keçdiyimizə görə artıq əkobla eləyirik. Necə? Yəni, ümumiyyətlə, kəsirləri ortaq məxrəcə gətirmək üçün 14 və 21 müxtəlif məxrəcidir. Hal-hazırda onları biz ortaq məxrəcə gətirmək üçün məxrəclərin əkobunu tapırıq. Yəni, əkob 14, 21. Əkob tapmaq üçün hal-hazırda standart qaydadan istifadə edəcək. Yəni, sadə vuruqlarını ayırmaqla əkobu tapaq. Müxtəlif üsullar var əkob tapmaq üçün. Hal-hazırda sadə vuruqlarına ayırmaqla baxırıq. Deməli, əkob tapanda böyük ədədin bütün vuruqları yazılır. 3 vur 7. Digər ədəddə isə olmayanlar, yəni nə deməkdir bu uşaqlar? Burada da 7 var, burada da 7 var və hər ikisində sayı eynidir deyə artıq 7-ni götürmürəm. Amma 2 yoxdur deyə 2-ni götürürəm, eləyir 42. Deməli, hər iki kəsirin məxrəcini 42-yə tamamlamalıyam. Əkobları 42-dir. Yəni, yazırıq ki, 42-də, yəni, bilirsiniz nə uşaqlar? 14-də 11-i məxrəci 42 olan kəsir halına gətirirəm. Bunun üçün 6-cı sinifdə deyirik ki, 42-ni 14-də bölürük 3. Surətin tamamlayıcı vuruğudur. 11-i 3-ə vururuq, 33. Digər kəsirdə də eyni şəkildə 21-də 13. Bunların ortaq məxrəci 42-dir. Yəni, 21-i 42-yə tamamlamaq üçün 42-ni 21-ə bölürük 2. Surətin tamamlayıcı vuruğu 2-dir. 13-ü 2-yə vururuq, 26. Yəni, 14-də 11 kəsirin əvəzinə 42-də 33. 21-də 13 kəsirin əvəzinə isə 42-də 26 yazırıq. Niyə? Çünki məxrəcləri bərabərləşdiririk ki, 5-ci sinifdə bilirik, məxrəcləri bərabər olan kəsirlərdən surəti böyük olan kəsir böyükdür. Məxrəcləri bərabərdir. 33 26-dan böyük olduğuna görə, deməli, bu 42-də 33 nəyə göstərir uşaqlar? 14-də 11 birinci kəsiri idi. 42-də 26 isə 21-də 13 kəsiridir. Bərabər kəsirlərdir də bunlar. Ona görə hansı böyüdür? Birinci kəsir böyüdür. Keçirik ikinci üsula. Biz bunu 5-ci sinifdə də demişdim mən. Ortaq məxrəcə gətirmədən də müqayisə etmək olar. Necə? Çarpaz vurmaq üsulu ilə. Amma burada bircə də diqqət olunması məqam oldu ki, birinci kəsirin surətin digər kəsirin məxrəcinə vururuq. Baxın belə. Yəni, bunu götürüb bura vururuq və yaxud da tərsinə də 11-i 21-ə vururuq. Amma 11-i 21-ə vurduqda birincinin altında yazılmalıdır. Əgər alt-alta yazılışda səhv etsə, müqayisəmiz düz olmayacaq. Sonra 14-ü 13-ə vurub ikinci kəsirin altında yazırıq. 11-i 21-ə vuranda 231, 14-ü 13-ə vuranda 182. İndi 231 məlumdur ki, 182-dən böyüdür deyə işarəmiz belə olacaq. Yəni, bu işarəni burada da gətirib qoymaq lazımdır. Böyük olan bu olacaq. Ona görə deyirdim, əgər bunu buna vurub burada yazacaqsanız, axırda müqayisə düzgün olmayacaq. Çarpaz vurma üsulu, mən də çox sevirəm bu üsulu, amma bəzən şagirdlər deyir, mən bunu bilsə kifayətdir, bunu bilməyə. Xeyr uşaqlar, yəni hamısını bilmək lazımdır. Amma qarşımıza çıxan misala uyğun olaraq hansı üsulu tətbiq etməyimiz artıq bizdən asılıdır. Amma hamısını bilmək, yəni vacibdir, belə deyək. Keçək, üçüncü üsulumuz nədir? Üçüncü üsul, diqqət etsəz, yanına ulduz qoymuşam. Niyə? Çünki bütün hallarda keçərli olmur. Xüsusi keçdiyi yerlər var. Yəni, gəlin baxaq, surət və məxrəcinin arasındakı fərq eyni olan düzgün kəsirlərdir. Baxın uşaqlar, 47-də 45, 121-də 119, ikisi də düzgün kəsirlərdir. Baxırıq necə? Məsələn, baxırsan ki, 47-də 121 bunları ortaq məxrəcə gətirmək biraz çox vaxt aparacaq. Ona görə, əgər bu dediyimiz qaydaya tabedirsə, baxın necə? Surət və məxrəcinin arasındakı fərq, gəlin baxaq. Bunların arasındakı fərq neçədir? 2. Bunların arasındakı fərq neçədir? 2.
Yəni 47-dən 45 çıxanda 2, 121-dən 119 çıxanda 2. Aralarındakı fərq eynidirsə, onda hansı kəsri təşkil edən ədədlər daha böyükdürsə, bu kəsir böyük olur. Baxın uşaqlar, 121-də 119-u təşkil edən ədədlər daha böyükdür deyə bu kəsir böyük olmuş olur. Məsələn, burada baxaq bir dənə. 223-də 23. Birinci, yəni ümumiyyətlə sizə müqayisə gəldikdə qarşınıza birinci bu xüsusi halı şifahi yoxlayın. Görün hələ tabedir bu qaydaya ya yox. Əgər tabe deyilsə, keçib birinci, ikinci üsuldan istifadə eləmək olar. Məsələn, baxıram 223-də 23. Arasındakı fərq neçədir? 200. 381-də 181. Arasında, yəni 381-də 181 çıxanda nə qalır? 200. 223-də 23 çıxanda nə qalır? 200. Hər ikisinin arasındakı fərq 200, 200 eynidir. Onda baxıram ki, hansı ədədi təşkil edən, hansı kəsri təşkil edən ədədlər daha böyükdür? Bunu təşkil edən ədədlər daha böyük deyə bu böyük olmuş olacaq. Məsələn, mən bunu bütün müqayisələrdə eləyə bilərəm. Gəlin bir dənə baxaq. Məsələn, tutalım ki, 6-da 1 ilə 21-də 10. Artıq sən bunu burada tətbiq edə bilməyəcəksən, bu xüsusi qaydanı. Çünki 6-1 arasındakı fərq 5-dir, 21 ilə 10 arasındakı fərq 11-dir. Axı bunlar yeni deyirlər, biz bu qaydanı tətbiq edəyən. Onda müəllim neynəyəcəm? Onda başqa digər birinci, ikinci üsula ya ortaq məxrəcə gətirəcəksən, ya çarpaz vuracaqsan, çarpaz vurub müqayisə edəcəksən. Amma bu qayda xüsusi misallarda həqiqətən də çox işə yarayır. Hər üçünü də bilmək faydalıdır və vacibdir.